Ha bax belə yepyeni gündən yepyeni video ilə hər kəs salamlayıram. Xoş gəlmisiniz kanalımıza. Respons kanalına Respons Respons kanalının əziz gözəl izləyiciləri, bir də videomuza bu girişdə 1 dəqiqəlik 1 saniyəlik vaxtınızı alın, bir də bəyənmə düyməsinə klik eləyin. Öpürəm, sevilirsiniz. Keçək oyunumuza. Bax belə işlər. Qaldığımız yerdən davam edək. Marketimizi açaq. 740 dollarımız var. Biz yeni bir kassa sipariş verək. Tez bazar. Belə işlər. Bizə bir dənə kassa lazımdır. 500 dollar getsin. Yo, bir dənə sifariş vermişik. Bir dənəsi bəsdir. 500 dollar. Müştərilərimiz gileylənir, güzar eləyirlər ki, bəs siz deyin. Yer yoxdur. Kassada yer yoxdur. Gözləyə bilmirik artıq. Gözləyə bilmirsiniz, həll eləyərəm. Mən sizin xidmətinizdəyəm. Bunu hara yerləşdirim? Bax, bizə bu qapı lazım deyil ki, qardaşım. Gəl bura. Buradan müştərilərə mayın olmaz ki. Gəl bura. Belə yaxşıdır. Xoş gəlmisiniz bizim marketin əziz. Bəlkə də bizim marketin əziz sakinləri deyil. Hayda, bunu yerləşdirə bilmirəm axı mən. İndi nə edəcəm mən? Qalacaq əlimdə. Buraya yerləşdirə bilərdim amma. Yox, burada da stol var axı. Nəysə, bunu qutuya qoyum. Bir kənara atım. Qutuya qoyum. Bıraxın buralara bir yerə. Market böyütmək lazımdır. 291 dollarımız var. Görək çatışmayan məhsullarımız nədir? Çatışmayan məhsullarımızdan sifariş verək. Bir dənə tabletimizi açaq. Bu məhsuldan 2 ədəd versin bizə. Bir dənə pendir versin bizə. 2 ədəd bundan versin. 2 ədəd spagetti versin. Zeytun yağı bəsdir. 1 ədəd səndən gəlsin. 2 ədəd səndən gəlsin. 1 ədəd makaron gəlsin. Çörək lazım deyil. Un 1 ədəd gəlsin. Yağ 1 ədəd gəlsin. Hələ ki bu qədər yetər. Bunları sifariş vermək üçün bizim 60 dollarımız çatmır. Hörmətli müştərimiz bir dənə alış-veriş eləsin. 3 dollar 57 sent qaldı. Son olaraq 3 dollar 57 sent. Dostlar, necəsiniz? Hər gün video atmağa, yəni necə deyim, video atmağa çalışmaq istəyirəm. Yəqin ki bu səyimi görürsünüz. İzlədiyiniz üçün təşəkkür edirəm. Diqqətiniz üçün təşəkkür edirəm. Keçən bölüm baxıram, izləyirəm. Bəzən danışıqda səhvlər eləyirəm. Nə demişəm? Keçən bölüm kamera almışam. Kamera yox, mikrofon almışam. Bu mikrofonu təzə almışam. Qeydlərdə də baxıram, səs çox yaxşı gəlir. Aldığıma da peşman deyiləm. Çox yaxşı eləmişəm və sizlər üçün eləmişəm. Həm sizlər, həm özüm üçün. Yağlar gəldi. Günə baxın, yağlarımız gəldi. Yerləşdirək məhsullarımızı, çünki bizə çox pul lazımdır. Market böyütməyə çalışıram. Böyütməyə çalışıram ki, yeni məhsullar, yeni lisenziyalar sifariş verəm. Hələ o tidə, onun üçün bizə çoxlu pul lazımdır. Bunu ataq bura. Axşam olmamış, işıqlarımızın yanında makarna mənim üçün bahalı. Yaxşı xanım, onu sizin üçün ucuz eləyərəm. Çörəyə atımın yerə. Bu müştərilər necə bir müştəridir, başa düşmürəm mən. Ən çox qoy kafe sənin üçün bahalı. Qoy kafenin bu dəqiqə qiymətini salıram aşağı. Səbirli olun, girirəm fiyatlandırmaya, pəncərəni kirlətməyin. Qiymətləndirilmə hana? Buradadır. Nəyə baha qoymuşuq? Bir dəqiqə. Yaxşı, məncə indi probleminiz olmamalıdır qiymətlərlə bağlı. Bir dənə pəncərəni silim. Çirkli şey görmək istəmirəm marketimdə. Un gəldi. Onu tükətməyə çalışırdılar. Onu bitirməyə çalışırdılar. Mən buradayım. Parmezan pendirlərimiz gəldi.
Kassier qardaş, müştərilərdən yaxşı davran. Onlar bizim üçün çox dəyərlidirlər. Axşam olan kimi oyun kasır. Sabah yeni bir kompüter hissəsi alıram, sistemini yeniləmək üçün, güncəlləmək üçün. Oyunumuz daha ağırlı kasmadan, nə bilim başqa oyun versiyalarından davam eləyəcək. Yaxşı xəbərim budur sizlərə. Sizin mənə yaxşı xəbəriniz varmı? Bir dənə bəyənmə atasınız mənə. Bir dənə bəyənmə göndərəsiz. Süd gəldi, süd. İsti olmur axı bunlar. Düzəldilmə süddür. Süd qurusu, süd tozundan düzəldilir. Yaxşı südlər. Oğru. Oğru bunu tez. Taba keç. At bunu bir yerə. Tab. Sopa. Hara getdi oğru? Ay səniş. Hərəfsiz. Çaqqal. Hara qaçırsan? Son vurdum nədir? Düşmədi heç nə. O getdi, ona çata bilmərəm. İptal elə bunu. Tamam, iptal elədik. Depo açılacaq elə. Bura batıqdır. Kassiyer, nə qədər pul toplamısan? Aferin sənə. Gözümə girməyə başladın. Xanım, bugün cazibədar görsənirsiniz. Təmizdir hər yer. Təmizdir. Kasanın arxasındakı boyadı. Artıq qutumuzu ataq. Bunlar nədir? Bunlar qaldı bura. Ay şərəfsiz oğru. Gəldi marketimizdən bir neçə dənə məhsullu uğradı, atdı bura. Bax, bunu necə götürüm? Tab. Ay sağ ol. Biz bu oyunu çözmüşük dostlar. Buna bax, gör bizə nə qədər zərər verirmiş. Məhsul qalmadı. İndi neyniyək? Ərazini böyüdək. Ərazini böyütməmişdən qabaq bizdə olmayanlardan sifariş verim. Mən makaron sifariş verməkdən bezmişəm. Bir ədəd də bundan artıq sifariş verək. Bir ədəd çay sifariş verək. Fıstıq əzməsi də verək. Qalsın. Sən də qal. Yumurta var. Bir ədəd də pendir, 2 ədəd pendir gəlsin. Bax, çörəyin qiymətini salamdan çörək gedir. 2 ədəd çörək, 2 ədəd un, 1 ədəd yağ. Okey, günü bitirək, sabahki günə başlayaq. Görək nə var, nə yox. Bahalı ürün 5 ədəd. Bulunamayan ürün yoxdur. Əlbəttə ki, yoxdur. Bu bizim sayəmizdədir. Bu bizim düzən və peşəkarlığımızdan irəli gəlir. Əzimliyimizdən irəli gəlir. Dəhşət, qəşəng. Belə. 645 dollardan günümüzü açdıq. Niyə? Çünki bizim 700 dollar vardı. Getdi dolar. Demək, biz bu oyunda çox işləməyi, nətər deyim, çox peşəkar işləməyə çalışmalıyıq. Çünki hər gün bizim pulumuz, paramız gedir. Market açaq, çörəkləri yerləşdirək rəflərə. Çörəklər isti qaynar, çörəklərdən qalmadı. Yağlarımız gəldi. Piraşkili yağlar. Həmid dayı bizim marketə xoş gəlib. Xədicə xala, sən də xoş gəldin. Xala deməyim, xətrinizə dəydi. Bəs nə deyim sizə, nə deyim? Xədicə xanım, yaxşı, Xədicə xanım. Sizə Xədicə xanım deyərəm. Yaxşı. Fıstıq əzmələrimizdən qalmadı. Təzə. Gəlin, buyurun, nuş eləyin. Səhər yeməyinizdə
isti olmağa çox yaxşı ola bilər. Bizim qara çaylarımız gəldi. Lənkəran istehsalı qara çaylarımız öz ölkəmizin qəşəng çeşid çaylarından da uğru gəlir. Bir dəqiqə, bunu bura. Sopi al əlinə. Hanı o şərəfsiz. Sən Ay xanım, niyə belə şərəfsizlik edirsiniz? Çox təəssüf eləyirəm. Nə baxayım? Yumurta ilə əlinizə nə keçəcək? Onu da dağıtdı bura. Ay sən şərəfsiz. Bax bu kameranı niyə almışıq? Qoyun kimi baxır oradan. Neyse. Heç bizə lazım da değil. Bizə lazım olsaydı orada olmazdı. Bir pakette çörək gəldi. Çörəklərimizi də yerləşdirdik. Rəfa kutumuzu atdıq zibil qabına. Pesoq şəkər tozumuz gəlib. Şəkər tozunu yerləşdirdik rəflərimizə. Makaron gəldi. Makaronu da atdıq. Yəni şəkər tozu əlavə eləyirəm rəflərə. Rəflərimiz də olsun gözəl məhəlləmizin gözəl sakinləri bizdən razı qalsın. Əlaçısan. At bunu da. 634 dollarımız var. Bu nədir? Un. Bunu bayaq yerləşdirməmişdik. Oy Tido. Gedək ərazini böyüdək. Hər şey var. Ərazini böyütməyə çalışaq. Bir nömrəli işimiz. Çünki kassa almışıq. Kassanı yerləşdirməyə ərazimiz yoxdur. Yönetmə, böyütmə. Böyütmə 3-cü alan 750 dollar. Pulumuz hələ çatmır. Bu birisi 1300 dollar. Oyda. Qiymətləri oxudum, boğazım qurudu. Hər şey çox bahalıdır. Amma atmayın yerə, xahiş edirəm sizdən. Ərazimiz böyüsə arxaya böyüyər yəqin. Ay xanım, nə qəşəng ayaqqabılarınız var. Paltarınızla, donunuzla ahənglik yaradır. Yerişə bax, elə bir nədir? Keçi yeriyir. Bu şəhərin qızları başqa gözəl deyil. Müəllimə xanımız gedir. Gedin, sizə uğur olsun. Response market qalmadı dostlar. Qalmadı dostlar. Marketi necə reklam eləyim, necə eləyim? Nətər eləyim bilmirəm. Işığı gedək yandıraq, axşam olmamış. Bizdə böyütmə gəldi. Yönetim böyüdək. Bir də faturalar ödəyək. Faturalar xeylaq toplanıb 26 dollar qaldı. Ay can. Hara böyüdü bura? Bura belə böyüdü. Amma sarı oldu. Gəl görək. Səni yerləşdirsən bura. Müştərilərimiz yəqin ki ora gedər. Hələ ki yerləşdi. Hələ ki müvəqqəti olaraq qoydum onu ora. Amma buna baxaq, gözəlliyə baxın. Bu reklamda restoran, supermarket biraz ora qədər böyüsə daha gözəl olardı. Fikirləşirəm. Zibil qabı. Zibil qabını götürə bilmirik. Yerini dəyişərdik. Kaş. Boya ala bilərdik. Almırıq. Küzü olar. Boyaya heç ehtiyac yoxdur. Orada siz mafiyasız, nəsiz, niyə belə hərlənirsiniz? Gizli kəşfiyyat, təşkilat
İşçilərsiz, nəsiz? Dadadam, ora işıq lazımdır. İşıq alaq. Ha, yeri gəlmişkən kassanı da açaq. Veriyor. Aa, ilk müşterimiz ilk kasaya geldi. Ay, size hoş geldiniz. $1. Sağ olun. Gelmeyin buraya. Gelmeyin. 56 sent. 55 6 sent. Sağ olun. Seri sıra sıra. Sen geri qayıt. 5 6 dollar. 6 sent. Ranşığı yoxdur. Kassanı gərək bağlayım. 51 dollar 80 sent. İmkan verin, kassanı bağlayayım. O kasserimiz var orada, pul ödülü. Yalan ödəmirik ki. İştəsin o pulu çıxarsın. Bağla buranı. Sıra zadı yoxdur. Sıra olanda mən gəlib açacağım kassanı. Yanında batırmayın da. Sizin əlinizdən nə deyim mən. Çox yaxşı. Sən getdin belə. Bir dənə işıq ala bilmirik, çox təəssüf ki. Amma mallardan sifariş verək, tabletə yerləşdirək, sabahda ilk işimiz onları gətirmək olsun. Çörək lazım deyil. Un gəlsin, 1 ədəd yağ gəlsin, 2 ədəd yumurta gəlsin, 1 ədəd pendir gəlsin. Su lazım deyil, duz lazım deyil, sən lazım deyilsən. Zeytun yağı 2 paket. 2 paket də səndən. Qara çay qalsın, makaron. Makaron da 1 paket. Elədi. Toplam fiyat. Sipariş 570. Hə, pulumuz da çatır. Axırıncı müştərimiz də gəlsin, geçsin. Marketimizi bağlayaq, yeni günümüzə başlayaq. Buranı batırma. Ay xanım, ay Xədicə xala. Yox, Xədicə xanım. Xala deyəndə incəyirsən. Tamam, başqa batıq yer var mı? Yox, təmizdir mi? Təmizdir. Sən Allah, bunun sifətinə baxın. Ne yazır? Hızlandır. Ha, bunun üstüne klik eləyəndə hızlanırmış. Neyse, gün yekunlaşdırdıq. O tabletimizdən məhsullar sifariş verək. Sifarişimiz gəldi. Çox təşəkkürlər. Marketimizi açaq. Bizim müştərilər niyə gəlmir acaba? Görəsən. Günə baxan yağları təzə-təzə. Gəlin, gəlin. Arxa fonda bir musiqi açardım, qəşəng olardı. Sən qoyun bura. Burada mənim. Artıq pendirim qalmışdı. Onu da aldım, attım, getdi. Qətiyyən bahalı deməyin ha. Aramız dəyər. Bundan bir kutuda sifariş verə bilərdim. Ha, vermişəm. Burada var. Okey. Bak, bir-birinizə dəyəcəydiniz. Üçümüz də bir-birimizə dəydik. Siz bizim markete gəlmirsiniz neçə vaxt, ama fikir verin. Koy kafe benim için bahalı. Ay, sən izlələr qalma. Gözdə görüm nətər bahalı deyirsən sən ona. Gözdə, imenli sənin üçün koy kafeye baxaram. Koy kafe 9 çox düşür də qardaş, bir yerdə yerində qalsın. 9.50.
Yazıq düz deyir də. Onun üçün çox bahalıymış. 300 dollarımız var artıq. Yes. Böyütdük. Bu nədir? Bunun başının üstə qalıb belə. Aycan sürətləndi. Dəli kimi çalışır. İşçimiz dəli kimi çalışır. Bunun yanından aldıq. Ayıbı yox, hələ ki qalsın. Aldıq da. Yalandan almaraq gələcəkdə lazım olar. Ya qaqaşa baxın, mənə baxın. Oxşayırıq. Buna baxın, mənə baxmayın. Oxşamır. Atma yerə, gördüm səni. Ha, göy dondakı qız. Belim ağrıdı biraz. Çay var, biraz məhsul sipariş verək. Dolu sipariş verək. 2 dənə qara çay gəlsin, 2 dənə səndən gəlsin. Bir dənə makaron gəlsin. Fıstıq əzməsi var, 1 ədəd yaxşı səndən gəlsin. 2 ədəd səndən gəlsin, 1 ədəd səndən gəlsin, 1 ədəd duz gəlsin, 1 ədəd su gəlsin, 1 ədəd pendir gəlsin, süd də gəlsin yaxşı. Sipariş ver. Gedək onları yerləşdirək. Nə qədər çox satış eləsək, o qədər çox gəlir əldə eləyirik. Onun üçün bizə gələn müştərilərin sayı çox önəmlidir. Onların sayına görə biz pul əldə eləyirik, gəlirimiz artır. Biz ona görə müştərilərin qeydinə qalmalıyıq. Onların rahatlığını fikirləşməliyik. Bir dənə söz sorsun. Rahatlıqdır yoxsa rahatçılıqdır? Məncə rahatlıqdır. Rahatlığını fikirləşib tədbirlər görməliyik. Marketimiz təmiz, səliqəli, qiymətlər uyğun, şəraitli. Ondan canım sizə desin. Həm müştəriyə aid hər şey. Bir dənə işığı yandıraq, axşam olur. İşığı da yandırdıq. Qara çay gəldi. Qara çayları tez yerləşdi. Qara çay da qutudan nə qədər çıxır? Ay maşallah deyək. Bunları da yerləşdirdik bura. Çox yaxşı oldu. Makaron gəldi. Yox deməyin, təki siz yox deməyin. Mən alıb gətirərəm. Bugün borclarımızı bağlayaq. Bugün borclarımızı bağlayaq. Sonra baxaq deponumu açırıq. Neyinirik? İkinci gündür. Burada bu ikinci gün bitəndən sonra məncə bu günlük stop verərik bugünkü videomuza. Kaş izləyicilərimiz ola, çox izləyərlər bizi, fikirlər qeyd eləyərlər, o yorumları, o fikirləri. Girəm şərhləri oxuyan bir-bir. Baxıram 0 şərh. Abunə sayısına baxıram hər gün. İntizarla. Amma müştəri sayımıza da fikir verirsiniz əvvəllər. Əvvəllər bizim müştərilər tez gələrdi. 4-5 dollar. Qiymətlərin oynamağı da başımı xərab elədi təmiz. Saat 9'da amma müştəri gəlir. Bu sevindir. Oy xanım, sizi xoş gəldik bizim marketdə.
Nə axtarsınız? Kömək eləyə bilərəm sizə. Zeytun yağı. Oy oy oy. Nətər götürürlər? Vay, bu oğruymuş, oğruymuş ay xanım. Mən sizi oğru kimi fikirləşmirdim. Çox təəssüf olsun. Oğrunu axır ki gözlərimizdən gördük. Gördünüz? Bizdən zeytun yağını oğramağa çalışır. Nə qədər doğramaq istəyir? 5 dənə yox, 3 dənə yox. Mən də o xanımı yolda görəndə deyirəm bizim marketə niyə gəlmirsən? Yazığı döydük, qoyladıq. Bəlkə heç pulu yox idi yetim balasının. Bax sizin əliniz qurumasın. Siz bura necə keçib atmışsınız bunu bura? Yaxud da kassadan mı fırlatıq? Kassanın üstündən fırlatmışsınız. Nə eləmişsiniz? Pəncərə kiri deyə, baxın. Tərtəmizdir. Belə. Yeni məhsula 679 dollarımız var. Bir dənə burada baxaq görək nələrimiz var. Boyalar, boya ehtiyac yoxdur. 20-ci boyadır bura, marketin boyası 20-ci cərgədə olan. Bunların hamısını almışam. 300 dollar. Gərəkli mağaza səviyyəsi 5 dollar. Velosiped 9 dollar. Ya bunlar fikirləşirəm lazım deyil. Yönetim. Hə. Kiralar zad ödəyək, kirayəni, faturalar, böyütmə. Böyütmə 1300 dollar istəyir. İşə alma. Niyə qovuram? Deyir ki, günlük maaş 80 dollar işə alma, 100 dollar alış-veriş tamamlandı. Gerəkən mağaza səviyyəsi 20 səviyyə, 14 səviyyəyi biz ikinci kassa satıcısını tutmaq üçün bizim 20 səviyyə satmamız lazımdır. Və siz təsəvvür eləyin, onun böyüdükcə nələr olur? 800 dollara depo ala bilirik. Mağaza adını dəyişə bilirik. Girişi dəyişə bilirik. Girişin görüntüsünü dəyiş. Görəsən bu necə bir görüntü olur? Giriş konumunu dəyiş. Mağazanın yerini. Başqa yerə köçmək. Məhsul lisenziyası. Yəni bu marketdə bilirsiniz necədir? Məhsulun lisenziyasını, satış lisenziyasını almaq üçün yəni müəyyən miqdarda 550 dollar pul veririk və biz o səviyyəyə çatmalıyıq ki, marketdə bax burada olan məhsulları satmaq icazəmiz olsun. Buradakı olan hansılardır? Suyu, portağal suyu, qazlı içəcək, elma suyu, süd 6 paket, qazlı içəcək. Bu məhsulların hamısı sulardır. Bunlar zənn edirəm ki, bu məhsulların hamısı soyuducuya gedəcək. Soyuducu almalıyıq. Yaxşı, biz soyuducu alsaq biri 200 dollardır, səhv eləmirəmsə, bunu çəkməliyik bu tərəfə. Lap indidən çəkək. Tam bərabər, ay sağ ol. Bir dənə soyuducu yerləşdirərik bura. Sən yerləşərsən bura. Baxın. Gəl belədən. Yox, yerləşmir. Hə. Bu qalsın onda bura. Yəqin ki, bu biraz balacadır buna baxanda, yerləşər yəqin ki, çox güman ki. Bura kassamızın yeri oldu. Kassamızın yerinin olmağına baxmayaraq, market elə də böyük deyil. Bir səviyyədə açsaq, bura böyüyəcək. Görürsən, divarlar boyamağın heç bir məntiqi yoxdur. Niyə boyuyorum ki, 200 dollar pul verirəm, bura böyüyəndə, bax, buradakı boyanmış hissə yoxa çıxır. Bir məntiq var, düşüncə var. Ona görə boyamağı iptal edirəm. Fikirləşirəm ki, boyamaq lazım deyil. Boyamağı rədd eləyəcəm. Bu divar qalacaq, zənn eləyəmsə, bu arxa böyüyəcək.
boyamaq qalsın. İşıq almalıyıq. Bir də səbətə işıq əlavə eləyək. Hardaydı o yönətmə. Bunlar qalsın. Demək gələn bölüm nə edirik? Bax belə gələn bölümdə yenidən fəaliyyətə başlayırıq. Sabah inşallah ikinci videonu atacağam. Ürəksiz hamınız. Bəyənin, abunə olun, tıklayın. Response kanalının gözəl izləyiciləri Response kanalına, Response marketə daxil olduq. Böyütdük bir səviyyə, irəliləyirik. Çox yaxşı hələlik. Özünüzə yaxşı baxın.